Salam dəyərli izləyicilərim. Bundan əvvəlki videoda siz bu hamamın hazırlıq prosesindən qısa bir hissə gördünüz və sizə söz vermişdim ki, hamamın tam hazır vəziyyətini də sizinlə bölüşəcəm. Videoya keçməzdən əvvəl sizdən kanalıma dəstək üçün kanalıma abunə olub, like atıb və hətta yorum yazmağınızı istəyirəm. Bilirsiniz ki, bizim üçün, biz youtuberlər üçün bu çox önəmlidir. Sizdən sadəcə abunə olmağınızı və videoya çalışın sona qədər izləyin. Bu da bizim üçün çox önəmlidir və like atıb şərh yazsanız daha çox sevinərəm. Və budur. Bu da artıq hamamın içərisinin əşyalarla bərabər görüntüsü. Sizcə necə alınıb? Yorumlarınızı şərh bölməsində gözləyirəm. Qısa bir büdcə ilə evin içərisində belə bir şərait yaratdıq. Əslində divarlara vurulan kafilləri biz ağ gözləyirdik, lakin bizə biraz rəngli bir kafil göndərdilər. Usta da artıq işinə başladığı üçün artıq dəyişə bilmədik və bu kafilə qərar tutduq. İstəyirdik ki, plastik ağ olduğu üçün bəs kafellər də ağ olsun, amma nə etmiyorlar artıq bizim üçün belə də daha gözəldir. Və bu da Temu'dan aldığım əşyaları bu cür yerləşdirmişəm. Hər birini çox bəyəndim. Aldığım bu əşyaların da kargo videosu kanalımda mövcuddur. Bu əşyaları görmək daha yaxından, daha dəqiq görmək istəsəniz, həmin kargo videosunu da izləyə bilərsiniz. Və yenə sonda sizdən kanalıma abunə olub videolarımı tam sonuna qədər izləməyinizi xahiş edirəm. Hələlik.